həmkarını yerdən yerə vurdu. Mənə görəndə deşik axtarırlar. Gəlir efirdə elə böyük danışır ki, elə bir dünən kafedə oxuyan bu deyildi. O, həmkarlarının hansı sirrini gün işığına çıxaracaq? Həcdən hücdən alıb 5 manat cibinə qoyub bir dənə tarelkanın içində istəyirsən, amma sən işçimsən. Oy, məndən yoxdur, partlatdım. Zayna nə maşını var, nə şəxs evi var. Sənə onda haqqımı haram edirəm. Özməyə qərib ölkə, ölməyə vətən yaxşı. Ölmək üçün tezdir məncə. Hə də o heç. Amma səbəb qızım oldu. Qızımı məktəbə yazdırdım. Hal-hazırda məktəbdə oxuyur, 1-ci sinifdədir. Ona görə yığışıb gəldik, köçdük Moskvadan. Özümü yeni müğənni kimi hiss edirəm. Allah and olsun, yəni Azərbaycanda. Çünki ətraf çox dəyişilib, sənət yoldaşlarım da çox dəyişilib yeri gələndə. Var tək tükündə hamısına şamil deyil. Amma ümumiyyətlə